Dünyanın qədim məkanlarından biridir Qobustan. Həyatın başlanğıc rəmzlərindən sayılır bu qədim yurt yeri. Amma bu sonsuz xatirələrin içində müasirliyin ürəyi döyünür. Yenilənir, ildən ilə onun siması dəyişir. Çağdaş dünyamızın nəfəsi duyulur onun hər qarışında. Qədimliklə müasirlik burada qoşa addımlayır. Tarix böyük insanların çiynində adlayır əsrləri. Onlar zamanın simasını dəyişir, bəşərin əbədiyyət kitabına parlaq səhifələr yazır. Dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı yolunda müstəsna xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyət kimi yaşayır yaddaşımızda. Qədirbilən xalqımız onun xatirəsini daim uca tutur. Bu mərkəz də elə ulu öndərimizə olan sonsuz el məhəbbətinin təcəssümüdür. Yer üzündə elə müqəddəs məkanlar var ki, onlar insan nəsli üçün həmişə sir kimi qalır. Bütün sirlərin kökündə isə gerçəklik dayanır. Sonunda isə rəvayət. Diri Baba türbəsinin ətrafında da çoxlu əfsanələr və rəvayətlər dolaşır. Bu türbə 1402-ci ildə Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib. Əsrlərdir ki, bu müqəddəs ocaq zəvvarların üz tutduğu məkan olub. Dünyanın hikmətləri, zaman və əbədiyyət haqqında düşüncələr sanki burada durulur. İnsan burada faniliyin və həyatın qoşa addımladığına şahidlik eləyir.
Yaddaşımızın əlifbasıdır xalça. Hər naxış, hər ilmə bu sirli əlifbanın bir işarəsidir. Zamanın ipləri üstündə düyünlənib bu işarələr. Şirvan xalçasının yaşını heç kim bilmir. Bilinən odur ki, dünyanın ən məşhur muzeylərinin nadir eksponatları sırasında onların adı çəkilir. Xalçaçı Pəri Xanaliyeva bu qədim el sənətinin davamçılarından sayılır. O, 15 yaşından bu sənətə könül verib. Qəlbinin səsini, gözünün işığını bağlayıb bu sənətə. O gözünü açandan nənəsini, anasını xalça, kilim, palaz toxuyan görüb. Bu şəlalənin özü kimi gözəl bir adı var, sevgililər. Dünyanın qədim sevgi dastanları da zaman boyunca dillərdə dolaşır, su kimi axıb gedir. Adama elə gəlir ki, sevgililər şəlaləsi də elə o bitməyən məhəbbət dastanlarının nəğməsidir. Qəribə adı var bu şəlalənin, Təndirə Nohur. Onun bu sirri adı şəlalənin gözəlliyinə başqa bir rəng qatır. Sevgililər şəlaləsi kimi Təndirə Nohur da Sündü kəndinin ərazisindədir. Hər iki şəlalə başlanğıcını Qırxqız deyilən ucalıqdan götürür. Qış mətbəxinə yay ovqatı gətirən xörəyin çeşidi çox, adı isə birdir, qovurma. Şabalıdlı qozlu qovurma Şirvan süfrəsinin bəzəyidir. Özü də onu Fərid Məmmədov kimi usta aşbaz bişirər.
adı yadından çıxmaz, dadı damağından getməz. Günü gündən gözəlləşir yar başına dolandığım, yar başına dolandığım. Bizə qarşı məhəbbəti, bizə qarşı məhəbbəti. Yar başına dolandığım, yar başına dolandığım, yar başına dolandığım. Ozan sözü havasını zamanın başlanğıcından götürür. Bitməyən həyat hekayətlərini dildən dirə ötürür. Bu söz qədim Şirvan ellərinə çox yaraşır, xəncərə gümüş yaraşan kimi. Gözlərlə baxdı gözü, söyləsinə şey düzü. Dudağından bir üzü, dudağından bir üzü. Yar başına dolandırım, yar başına dolandırım, yar başına Şirvan elləri, Şirvan gözəlləməsi. Ozan ansamblı əksər çıxışlarını da elə bu gözəlləmə ilə başlayır. Başına dolandırım acı. Qədim dünyanın ruhu yaşayır mağaralarda. Peyğəmbərlərin ilk sığınacağı olub onlar. Min illər boyu tərki dünyalığın rəmzi olub mağaralar. Bütün sehirli yuxular, göylərin yerə göndərdiyi vəhlər və ruhi məqamların yolu mağaralardan başlayıb. Nərmankənd mağarasında da elə bil bu sir, bu ofsun qərarlaşıb. Əbəs yerə deyil ki, Şirvan tərəfdə bu mağara daha çox Peyğəmbər mağarası adı ilə tanınır.
Əsatirlərdə nəhəng insanlar haqqında söz açılır. Onlar sanki keçmişin ruhu, qədimliyin kölgəsində görünüb itən kölgələrdir. Sündü kənd qəbristanlığındakı nəhəng baş daşlarını görəndə, yaddaşlarda yaşayan bu mifin az qala gerçək olduğuna inanırsan. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Söndü məscidi. Bu yurdun özü kimi onun gözü, könlü xatirələrlə doludur. Vaxt yüklü karvan kimi ləngər vuraraq səhraları adlayıb uzaq-uzaq yolları yorub. Bu kənd məscidi isə nəsil-nəsil insanları işığa, həqiqətə səsləyib. O nəinki ilahi nurun yer üzündəki işarəsidir, həm də zamanın yaddaş xatirəsinin gözətçisidir. Müqəddəs kitabımız Qurani Kərimdə deyilir: Haqq yolunda şəhid olanlara ölü deməyin, çünki onlar sağdılar. Bəli, şəhidlər ölməzdi. Onlar əbədiyyət yolunun əbədi yolçularıdır. Qobustan torpağı Qarabağ savaşında 69 şəhid verib. 69 igid, 69 evin dirəyi. Onlar canları bahasına torpaqlarımızı, işıqlı sabahımızı qorudular. Və onların əziz xatirəsi də elə işıq kimi qəlbimizdə əbədi yaşayacaq.
Zəvvarlar, səyyahlar, ordular keçib bu yerlərdən. Hərə buranın günəşindən, suyundan, qayasından, sükutundan bir çimdik aparıb ki, bir ömür gördüyünü unutmasın. Bu qədim yurt yeri 100 illər əvvəl olduğu kimi qəlbində işıqlı arzular yaşadır. Müasirliyin, gözəlliyin səsinə səs verir.